Yeni bir videodan herkese salamlayıram. Kanalımıza hoş gəlmisiniz. Bu videoda sizə AliExpress saytından telefon sifariş eləmək haqqında danışacağım. Nümunə üçün bir telefon seçmişəm. Yəni bunu sifariş eləməyəcəm, amma ardıcıl addım-addım qaydaları izah edəcəm. Necə sifariş verməliyik, bəyannamə necə yazılmalıdır, limit keçdikdə əlavə vergini necə hesablayırıq. Bütün bu sualların cavablarını bu videoda tapacaqsınız. Ona görə videonu sona qədər izləyin və elə indi də kanalımıza abunə olun. Artıq heç bir kargo şirkəti AliExpress saytından telefon gətirmir. Əvvəl belə idi ki, burada məsəl üçün Azərbaycana göndərmə olan satışlardan, yəni Azərpost gətirirdi. Ancaq qlobal versiya AliExpress-dən, hansı ki bəzi modellər var ki, bəzi satıcılar var ki, onlar Azərbaycana satılmır. Onları isə kargo vasitəsilə gətirmək mümkün idi. Ancaq rəsmi açıqlama verdi artıq kargo şirkətləri ki, heç bir halda telefon gətirməyəcəklər. Qaldı yeganə Azərpost və birbaşa sifariş, birbaşa alış. Yəni indi hal-hazırda nümunəsini göstərəcəyimiz alış. Onlayn saytlardan təkcə telefon yox, istənilən bir məhsulu aldıqda birinci növbədə biz satıcının reytinginə baxırıq. Burada gördüyünüz kimi 95%-dir, yəni inanılmış satıcıdır, yaxşı mağazadır. Və ondan sonra aşağıda bizdən əvvəlki alıcıların rəylərinə və paylaşdıqları şəkillərə baxırıq. Əsas da rəylərə. Burada mən biraz göz gəzdirdim. Rəy yazanların hamısı müsbət rəy yazıb, yəni heç bir şikayətləri yoxdur, razıdırlar. Və bundan sonra biz bunu ala bilərik. Öncə səbətə əlavə edək. Ondan sonra sifarişi rəsmiləşdirməyə keçirəm. Deməli, telefonun dəyəri 670 manatdır, çatdırma isə 17.90, yəni 18 manat civarında da çatdırma haqqı alacaqlar bizdən. Place order seçərək artıq bu məbləği ödəyirik və sifarişimizi vermiş oluruq. Deyək ki, artıq sifarişimizi verdik. Bundan sonra nə etməliyik? Birinci növbədə sifarişin təsdiqlənməsini gözləyirik. Sifariş təsdiqləndikdən sonra, artıq paketləndikdən sonra bizə izləmə kodu veriləcək və sifarişimiz yola düşəcək. Bundan sonra biz mütləq bu məhsulu, bu telefonu bəyan eləməliyik. Ümumiyyətcə, AliExpress-də gömrük xidməti deyir ki, yüksək dəyərli məhsullar bəyan olunmalıdır. Burada $300 bir limit var. Bu limiti keçdikdə və yaxud buna yaxın bir məbləğ də alış etdikdə bəyan eləməliyik. Telefonu isə mütləq bəyan eləməliyik. Çünki e-mail qeydiyyat sistemi var Azərbaycanda. Ölkə xaricindən alınmış bütün mobil telefonlar və e-mail kodu olan planşetlər, digər cihazlar mütləq bəyan olunmalıdır və ondan sonra biz qeydiyyat rüsumunu ödəyib bundan istifadə eləməliyik. Bəyan eləməsək, e-mail qeydiyyat sistemi həmin e-maili tanımayacaq və telefon qeydiyyat edə bilməzsiz, şəbəkə aktivləşməyəcək. Buna görə mütləq bəyan eləmək lazımdır. Necə bəyan eləyirik? Hal-hazırda Smart Customs proqramının ana səhifəsini görürük. Biz daxil oluruq həmin yuxarıdakı bu limit hissəsinə. Burada aşağıda gördüyünüz plus düyməsini seçirik. Burada mobil nömrəmizi daxil edirik. Həmişə bəyan elədiyimiz qaydada ad, soyad, ata adı və fil nömrəmiz artıq avtomatik burada var. Nömrəmizi daxil edirik, irəli seçirik. Burada bağlamanın izləmə kodu. Biraz əvvəl dediyim kimi satıcı bunu sizə verəcək. Burada sifarişlərin bölməsində, alışlar bölməsində siz onu görəcəksiniz. Həmin izləmə kodunu bura yazırıq. Hal-hazırda yoxdur deyə mən sıradan bir izləmə kodu yazıram. Onsuz təsdiq olunmayacaq. Yəni sonunda bu sizə izah eləmək üçün göstərirəm. Bağlamanı gətirən post burada Azərpostdur. Mal göndərən ölkə Çindir. Satıcı isə AliExpress-dir. Birinci bölməni, daha doğrusu ikinci bölməni
bu qaydada doldururuq, irəli düyməsini seçirik. Burada əlavə edin seçirik. Malın daxil olduğu əsas qrupu seçin. Mobil telefon. Telefon və telefon üçün aksesuarlar. Burada mobil telefon. Bu qaydada qeyd edirik. Ümumi invoice qiyməti saytdan verirəm. Burada AZN dollar eləyəcəm. Və biz bunu dollarla bəyan eləməliyik. Budur 394 dollar 64 sent qiymətidir telefonun. Valyuta ABŞ dolları, daşınma xərci isə 10 dollar 53 sent. Bu qaydada doldurduq və burada gördüyünüz kimi bizə artıq biz 300 dollar limiti keçmişik. Əksər vaxtlar ən çox verilən suallardan biri budur ki, 300 dollar limiti keçdim, misal üçün 400 dollar, 450 dollarlıq bir məhsul almışam. Burada nə qədər mən əlavə vergi və rüsumlar ödəyəcəm. Bunu hesablamaq üçün düstur da var. Rüsumları əlavə ödəyəcəyimiz məbləği də gördükdən sonra almağa qərar veririksə, bu aşağıda gördüyünüz bölməni işarələyirik. Təsdiqlə düyməsini seçirik. Ondan sonra bir daha təsdiqlə düyməsini seçirik və ondan sonra artıq bəyannamə yaradılmış olur. Son bir addım qalır. Onu da mütləq yerinə yetirməliyik. Hal-hazırda almadığım üçün onu sizə əyani şəkildə göstərə bilmirəm. Ancaq izah edirəm hansı qaydada olacaq. Təsdiqlədikdən sonra bağlamalarım, yəni bəyan olunmuş bağlamalar bölməsinə düşür. Bizim bu telefonumuz, sifarişimiz. Bundan sonra orada bir neçə funksiya var. Onlardan biri də redaktə işarəsidir. Qələm belə vərəq üzərində belə bir işarə gəlir. Həmin işarəni seçdikdə bəyannamənin redaktə əlavə və dəyişikliklər olması belə bir bölmə açılır. Həmin bölməyə nəyi yerləşdirməliyik? Aldığımız telefonun şəkli görünəcək şəkildə və aşağıda da nə qədər ödəniş etmişik o görünəcək şəkildə siz bunu sifarişlərin bölməsində artıq aldıqdan sonra daxil olub görə bilirsiniz. Həmin bölməni screenshot eləyərək redaktə bölməsinə girəndə orada aşağıda fayl əlavə et deyə bir bölmə açılır. Həmin screenshotu ora əlavə eləyirik və dəyişiklikləri yadda saxlayırıq. Bununla da artıq bəyannaməmiz tamamilə yazılmış olur, bitmiş olur. Bundan sonra sifarişimizi izləyirik və qeyd etdiyimiz post indeksi hansıdırsa, ora çatdıqda həm bizə mesaj gəlir, həm biz izləməklə də görürük ki, bizim telefonumuz artıq posta gəlib və gedib oradan götürür. Bundan sonra e-mail saytına daxil oluruq. Telefon e-mail nömrəsini oraya yazırıq. Orada nə qədər rüsum ödəyəcəyimizin bu telefonun marka və modelinə görə dəyişir. Nə qədər rüsum ödəyəcəyimiz görünür. Plastik kart məlumatlarını daxil edərək həmin rüsumu ödəyirik və artıq telefonumuz istifadəyə hazırdır. Bu qeydiyyat prosesinə bir ay vaxt verilir. Telefon ölkəyə daxil olduqda şəbəkəsi açıq olur. Bir ay müddətində istifadə edə bilirsiniz və bir ay müddətində bu qeydiyyatı siz eləməlisiniz. Eləməsəz bir aydan sonra şəbəkə artıq deaktiv olacaq. Bu günlük bu qədər. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənin, kanalımıza abunə olun. Hər hansı bir sualınız yaranarsa, şərhlər bölməsində öz sualınızı verə bilərsiniz. Mən də öz təcrübəmdən bildiklərimi sizinlə paylaşmağa məmnun olaram.